Bayaqları aliment məsələsindən danışdım. Bugün niyə bir çox, hər kəsə aid deyil, bir çox kişilər ayrılandan sonra hətta o alimenti belə vermək istəmirlər. Axı bunlar övladıdır, qanından, canından dünyaya gələn bir parçadır. Bax, mən bu sualla tez-tez rastlaşıram. Bizim kişilərin ən böyük mənfi cəhəti odur ki, Bəli. bunlar boşanandan sonra bəzən hesab edirlər ki, bu uşaq elə bir ki, bunun deyil. Gedir başqa bir qadın tapır, oturur ya onun evində və yaxud da onunla bir həyat yaşayır. Əvvəlki nikahdan olan uşaqlar bunun yadından çıxır. Ümumiyyətlə, mən bunu kişiyə yaraşdırmıram. Hətta sən qadınla düşmən kimi ayrılsan belə, o uşaqların atası sənsən. 18 yaşa çatana qədər sən onların qayğısına qalmalısın. Alimentini də verməlisən. Yəni, özünə kişi deyən adam bu hərəkəti eləməlidir. Yox, mən onun anasından düşmənəm. Mən verdiyim alimenti o uşağıma xərcləmir, gedir özünə paltar alır. Qoy paltar alsın, eybi yoxdur. Sən alimenti ödə. O, bir tərəfdən sənin verdiyin alimentlə paltar alırsa, digər tərəfdən də öz qazancından sənin uşağını saxlayır. Bəli. Sən o alimenti ödəməlisən. Alimentin verilməməsi də məsuliyyət doğurur. Əvvəl inzibati məsuliyyət, sonra cinayət məsuliyyəti və nəhayət aliment ödəməyən valideynin ailə məcəlləsinə görə valideynlik hüquqlarından məhrum edilə bilər. Bəli. Hətta valideynlik hüququndan məhrum edilsə belə, yenə alimenti verməyə davam eləməlidir. Bütün hallarda o Bütün pul hallarda ödənilməlidir. o pul ödənilməlidir.